Tələb yönümlülük prinsipi var. Dövrün değişen ihtiyaç ve tələbatları nəzərə alınır. Bu belə. Sabit olması zaruri değil. Değişendir, uşaq edər. Tələb yönümlülüğün tərifini cəmiyyətin değişen ihtiyaç tələbatı. Bu nə deyir? Cəmiyyətin təhsillə bağlı məqsədlərini əks etdirir. Deyil mi? Bir variantı sabit değil. Sabit Kurikulum səhvdir. sabit değil aslında. Bəli, sabit deyil. Məzmun sabit daxil. Kim deyir məzmun sabit? Mürəkkəbliyi dəyişir, məzmun dəyişir. Onu deməmişik değil mi? Alt standartın məzmunu qoyulub kəndə. Biz kurikulumla danışırıq. Bəli. Orada variantında bilik kadar değer değil. Değeri gördüm verdiş olmalı isteyicidir onu yazmış. Olsun. Bilik, bacarıq, keyfiyyət yazar. Əks etdirmir mi onları? Ben de standart bir bilik kadar verdiş öğrenmiştim. Bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin kombinasiya olmuş formu dərs keçirsin. Məqsədini müəyyən etdi. Həmin o məqsədə uyğun deyək ki, məqsədi nə üçün öyrənəcəyini bir də elə bir məqsəd qoymalıdır ki, nə üçün öyrənəcəyini tərbiyə edəcək. Məsələn, siz məqsədi qurdunuz, gəlib bizə dərs deyirsiniz, amma mən deyirəm, bu loqaritmi mənim nəyimə lazımdır? Niyə keçir? Niyə lazımdır? Nəyə lazımdır? Nəyə lazımdır? Keçirsiniz, bilmə loqaritmanı bilirəm. Niyə lazımdır? Gerçekten onu kısaca diyeyim onda. Yani çeşitliğinizi deyin de. Bir de ben diyeceğim. Sebebini diyebilmeyeceksiniz söz. Gelmedi. Sebebi kesmirler de. Ben de hemşe diyordum trigonometren neyinirəm logaritma. Logaritma üslü qüvvəti daha sürətli tapmaq üçün bizə lazımdır. Yani o birlikte üslü qüvvəti hanı bizim ha? Üstü kuvvet tapmalısın. Ben böyle rəqəmlərdə daha dərs müddətində bizə lazım olurdu, daha sürətli dərs keçəcək. Məqsədini müəyyən etdi. Həmin o məqsədə uyğun deyək ki, məqsədi nə üçün öyrənəcəyini bir də elə bir məqsəd qoymalıdır ki, nə üçün öyrənəcəyini tərbiyə edəcək. Məsələn, siz məqsədi qurdunuz, gəlib bizə dərs deyirsiniz, amma mən deyirəm, bu loqaritmi mənim nəyimə lazımdır? Niyə keçir? Niyə lazımdır? Nəyə lazımdır? Nəyə lazımdır? Keçirsiniz, bilmə loqaritmanı bilirəm. Niyə lazımdır? Gerçekten onu kısaca diyeyim onda. Yani çeşitliğinizi deyin de. Bir de ben diyeceğim. Sebebini diyebilmeyeceksiniz söz. Gelmedi. Sebebi kesmirler de. Ben de hemşe diyordum trigonometren neyinirəm logaritma. Logaritma üslü qüvvəti daha sürətli tapmaq üçün bizə lazımdır. Yani o birlikte üslü qüvvəti hanı bizim ha? Üstü kuvvet tapmalısın. Ben böyle rəqəmlərdə daha dərs müddətində bizə lazım olurdu, daha